Vişne salatı hazırladım. Çox yerlərdə deyirlər döymək. Bir dəfə dadına baxan dadı heç vaxt unutmaz. Mənə lazım olan ərzaqlar: vişnə, reyhan, keşniş və 3 diş balaca sarımsaq. Zövqə görə göyərtini dəyişdirə bilərsiniz. Mən sadəcə olaraq bu reseptlə sizinlə paylaşmaq istəyirəm. Çox dadlıdır. Göyərtilərimi xırda-xırda doğrayıram. Burası cotdur deyə onu əlavə etmirəm, ancaq yarpaqlarını əlavə edirəm. Nə xırda-xırda olsun, nə də böyük, belə orta doğrayırıq. Reyhanın ətri bispadoluna. Tökürəm vişnənin üzərinə. Doğrayıram. Tökürəm vişnənin üzərinə. Sarımsaqları da xırdalayıram. Mən bunu o qədər çox sevirəm ki, bütün yeməklərin yanında bunu hazırlayıram. Tökürəm üzərinə. Doğrama da heç nə qalmadı və üzərinə duz və qara istot əlavə edirəm. Bu qədər qarışdırıram. Vişnəni çox sevdiyimə görə qışda çox marketlərdə olmur. Ondan da başqa niyə marketdən alaq, əgər özümüz onu soyuducuda saxlaya bilərik. Göstərmək istəyərdim sizlərə. Bu qədər. Belə. Bu şəkildə meyvələri bu şəkildə saxlayıram. Vişnələri də kuloklara tökürəm. Alıram. Sadəcə olaraq təmizləmirəm. Yuyuram, yuyub yığıram kuloklarda, elə dondurucuda saxlayıram. Qışda götürürəm. İstədim sizinlə də paylaşım. Bilməyənlər bu şəkildə edə bilər. Videomu bəyəndinizsə like edin, abunə olun. Abunə olun ki, daha da böyüyək. Çox sevirəm. Dadını da bilirəm. Yəqin yeyənlər də bilər. Yeməyənlər hazırlayıb yesinlər. Çox sevəcəksiniz. Siz də hazırlayın. Nuş olsun.